Bakı şəhər sakini 69 yaşlı Arif İsmailov paytaxtın Nizami rayonunda yaşadığı ünvandan çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, həmçinin 055 202 91 19 və 050 973 86 73 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Hüsniyyə Salmanova, Bugün TV.